Hey yo, sabahınız xeyir, gününüz uğurlu olsun. Yenə həmişə kimi workday ilə işə başlayırıq. Səhərin gözü açılmamış. Daha neçə deməklər, səhərin gözü açılıb yəqin ki. Amma ən azından işə gedirik də, müsbət tərəfi budur. Deməli, belədən ha. Necə vaxtda video gəlmir, açığı deyim, biraz başım qarışıqdır, biraz işlərlə məşğulam. Yəni ki, öz işlərimlə məşğulam. Biraz gözləsəydin qardaş, heç olmasa bir baxardın sağa sola. Biraz divijeniya. Deməli belə, hər şey həqiqətən də əladır. Həyat davam eləyir. Sağ-sol analiz eləyib çıxırıq. Keçdik, əla, xalaya bir dənə yol. Motosikildə neçə vaxtdır? Dünən bu arada Hayabusa məndə idi. Hayabusa sürürdük. Video gələcəkmi desəz, hələ ki gəlməyəcək, amma istəsəz Hayabusa videosu da gələ bilər. Hətta istədiyiniz motosikildə tapıb sürə bilərik desəm yeridir. Yəni ki, sağ olsun dostlar. Hər cür motosikil var olsa. Buradan bir dənə belə divijen eləyək. Bugünkü survival tipli bir video istəyirəm danışım. Hansı ki, həyatda sağ qalmaqla bağlı motosikl sürəndə nələrə diqqət etməliyik? Ən çox olunan səhvlərdən istəyirəm danışaq. Bugünkü əsas mövzumuz ən çox qəza səbəblərindən biri ani yol dəyişməkdir. Tutaq ki, Waze göstərir sənə sağla get, sən sağla getmirsən. Məsələn, tutaq ki, burada iki yol var, sən xəritədə baxsan ki, hansına girim, ona girmək istəyirsən. Sonra ani artıq girənə yaxın yada düşür ki, yox, ora dölüb, bu yandı, girirsən, görürsən ki, arxadan gəlib maşın vurub bədbaxt eləyir. Bu ən çox harda olur? Məsələn, aeroport yolunda yol ayrıcıları olur. Orada artıq yaşanır, ən çox yaşanan, ən çox qəza olan yerlərdən biri məhz o yollardır, geniş yollardır. Hansı ki, həm tək siz fikirləşməyin ki, yolda mən səhv eləyə bilərəm. Siz fikirləşin ki, yoldakı digər maşınlar da sizin kimi qayda poza bilər, sizin kimi yəni ki, sağ göstərib sol gələ bilər. Ona görə məsələ budur ki, siz də bu məsələdə diqqətli olmalısınız. Dediyim kimi, həmişə başqalarının səhvlərini də düzəltməyi öyrənməlisiniz. Bu, yəni öyrənməlisiniz deməyək, öyrətmək məcburiyyətindəsiniz. Çünki başqasının səhv eləməsi də sizin başınızda partlaya bilər. Məsələ budur ki, ona görə yolu əvvəldən planlamaq ən vacib şərtlərdən biridir. Yəni ki, mən əgər tutaq ki, hardan gedəcəm, necə gedəcəm, bunu əvvəlcədən bilməlisiniz artıq. Ola bilər Bakını tanımaya bilərsiniz, ola bilər tam əks bir yerdən gedə bilərsiniz. Onun üçün də nə etməlisiniz? Dayandığınız bir yerdə, hansı ki, məsələ tutaq ki, Waze ilə gedirsiniz. Birincisi, Waze-ə asılı olaraq qalmayın. Həmişə vizual xəritənizi inkişaf elətdirin. Yəni ki, Waze-ə baxım, çünki çox görmüşük Waze-ə baxıb ağzını ayırıb gedib harasa girənlər. Ona görə siz Waze-ə ağzınızı ayırıb baxıb qalmamalısınız. Bu da ən vacib şərtlərdən biridir. Əsas vizual analizdir. Çünki Waze-lə yola baxanda siz o yolu heç vaxt əzbərləyə bilmirsiniz və heç vaxt da normal şəkildə o yolu gedə bilmirsiniz. Bu da ən böyük problemlərdən biridir. Ona görə vizual xəritənizi, vizual xəritənizi, göz xəritənizi inkişaf elətdirməyiniz ən vacib şərtlərdən biridir. Və növbəti məsələ budur ki, yolu əvvəlcədən planlamaq üçün nə edirik? Dayandığımız yerdə Waze-i açırıq. Təxmini burada olsa xətlə göstərir də. Görürsünüz ki, məsələ tutaq ki, xeyli gedəcəm, qabaqdan sağa dönəcəm, sağ göstərir və yaxud da gedəcəm, qabaqdan sol göstərir və yaxud da ki, nə? Olsa bu düz yollarda bu problem deyil, olsa rahat şəkildə görə bilirsiniz, amma görə bilmədiyiniz yerdə də təbii analiz eləyə bilərsiniz ki, mən hardan dönəcəm, nə edəcəm. Ümumiyyətlə, dünyada mütləq dərəcədə motosikl sürücüləri üçün ən vacib şərtlərdən biri yol planlamasıdır. Yolu çıxmamışdan əvvəl planlayırsınız. Mən hardan gedəcəm, necə gedəcəm, laf hətta detallarına kimi, nə bilim, 100 metr sonra sağa dönəcəm, nə bilim, 50 metr sonra sola dönəcəm və s. və ilə axır kimi. Yəni bunları əzbərə bilməlisiniz və rahat şəkildə eldə idarə eləyə biləcəksiniz motosiklı. Və həmçinin də ki, sizin düşünməli olduğunuz bir məsələ də var. Yolu əvvəldən planlaya bilməyən digər nəqliyyat vasitələrinin, hansı ki, ola bilər maşınlar, kamazlar, nə bilim, istənilən bir nəqliyyat vasitəsi, ictimai nəqliyyatlar ola bilər, marşrut ola bilər, yəni onların da səhv eləmə ehtimalını düzəltməyiniz vacib məsələdir.
Yəni ki, fikirləşməyin ki, mən düz gedirəm, nə problem var. Deməli, 2 dənə yol var. Biri A yoldur, biri B yoldur. Biz B yoluna gedirik. Amma yolun sağ, hələ kəsişməyə çatmamış yolun sağı ilə gedirik. Sürətimiz azdır deyə fikirləşirik ki, buraya ilə getməliyik. Və B yoluna getmək üçün orada qırıq xətt var, oradan keçəcəyik. Və bir də görürsən ki, bir dənə də xam sürücü Veyzə baxa-baxa, bu hansı ki A yolu istiqaməti ilə gəlir, sol tərəfdən gəlir. Və sonra birdən belə fikirləşir ki, A yolundan gəlməyimə baxmayaraq mən B yoluna keçməliyəm. Və gəlir qırıq xətti qoyur, düz gəlir düz xəttin üstündə ani keçir sizin qabağınıza. Bu yəni ola biləcək bir şeydir. Ona görə siz bunu da nəzərə almalısınız və fikirləşməlisiniz ki, belə bir ehtimal nəzəriyyəsi, hətta ehtimal nəzəriyyəsi yox, reallıq var. Və bu reallıqdan qaçmaq üçün nə etməlisiniz təbii ki? Ən vacib şərtlərdən biri qabaqcadan riskləri görmək. Riskləri müəyyənləşdirmək lazımdır, riskləri sezmək lazımdır. Motosikl sürməyin də ən çətin işi budur ki, siz hadisələri qabaqcadan görməli, qabaqcadan sezməlisiniz. Təbii ki, bu riskli tərəfləri çoxdur. Qoyun sağla gedək. Riskli tərəfləri çoxdur, amma riskli tərəfləri olduqca maraqlı tərəfləri də çoxdur. Yəni ki, motosikl sürmək okey, çox təhlükəlidir, çox riskli ola bilər və yaxud da ki, başqalarının elədiyi səhvləri də siz düzəltməlisiniz. Amma bu sizi daha bir sözlə peşəkar sürücü qismində yetişdirir. Çünki motosikl sürənlər məcburdur ki, başqalarının səhvlərini düzəldə bilsin. Məcburdur. Məsələn, burada indi mən dayananda da güzgüdən kontrol edirəm, arxadakı maşın normal gəlir. Amma mən yenə də gəlib düz yolun tam mərkəzində dayanmıram. Həmişə mən bəzən irad tuturlar, mən piyada keçidində zadda saxlayanda deyirlər ki, arxadan maşın gəlir sürətlə və s. Mən amma güzgünü çek eləyirəm, yəni güzgünü yoxlayıram, ondan sonra dayanıram. Heç vaxt tam şəkildə, tam mərkəzdə dayanmayın. Yəni ki, arxadan gələ biləcək bir maşının. Ola bilər ki, sizin arxanızdakı maşın tam şəkildə dayanar. Amma onun arxasındakı maşın gəlib vura bilər onu. Məsələn, tutaq ki, mən mexanik bir maşın idarə eləyirəm. Gəlib svetoforun müvafiq işığında dayanmışam, qabağımda da motosiklet var. Və problem oradadır ki, mən normal şəkildə dayanmışam da. Amma arxadan sürətlə gələn biri mənim maşınıma vursa, mənim ayağım istər-istəməz çəkiləcək. Yəni ki, muftanın üzərində ola bilər və yaxud da heç muftada olmaya bilər, neytralda saxlaya bilər. Yəni maşın axmaya bilər, rahat şəkildə deyənə bilər ki, axmır da maşın. Və neytralda ola bilər və maşın, arxadakı maşın qabaqdakını itələyə bilər və qabaqdakı da gəlib məni xırt-xəşil eləyə bilər. Yəni siz o ehtimal nəzəriyyəsində fikirləşməlisiniz. Ona görə, bax, motosikl sürəndə ən vacib şərtlərdən biri nədir? Bir maşın, qabağınızdakı maşının önündəki maşını görməlisiniz və arxanızdakı maşının arxasındakını görməyə çalışmalısınız. Çalışmalısınız dediyim də o nədir? Yəni ki, daha yeni fikrinizi zilliyib arxaya baxmırsınız da. Belə baxanda, baxın, mən güzgüdən artıq sizin mənim güzgülərimdən çox necə görməyə bilərsiniz, amma mən öyrəşmişəm artıq. Bunu ilə rahat şəkildə görə bilirəm. Mən artıq arxamdakı maşının da arxasındakini görə bilirəm ki, o hansı sürətlə gəlir, hansı təhlükələr yarada bilər. Çox vacib məsələdir. Bunları yəni nəzərə ala bilərik. Təbii ki, bizim ölkədə maşın sürənlərin də hamısı çox ideal maşın sürür deyə. Məsələn, burada eyni məsələni görə bilirsiniz. Gördün, oradan keçdi bu tərəfə. Həmçinin buradan o tərəfə keçə bilər. Ona görə siz arxayın olub, o yolu mənimdir deyib də rahat şəkildə getməyin. Və yaxud da ki, siz özünüz heç vaxt tam xəttin üzərindən düz xətt gördünüz, oradan keçməyin. Çünki o risklidir. Yəni ki, sizin kimi düşünüb başqası da keçə bilər və sizi vura bilər və yaxud da siz onu vura bilərsiniz. Yəni bu məsələlər var. Ona görə tövsiyə edirəm ki, həmişə mütləq yola nəzarət eləməlisiniz. Yolda gözləntidə olmalısınız. Buradan bu olarmı, buradan bu olmazmı? Bax, eyni qayda ilə gəlib burada da saxlayanda maşının təkərinə yaxın bir izdə saxlayıram. Yəni ki, heç vaxt tam mərkəzləmirəm maşını. Ya sağında, ya solunda. Çox yaxşı olar ki, o tərəfdə dayanın, amma indi mən burada dayanmışam. Çünki ictimai nəqliyyat gələ bilər, nə bilim, marşrut gələr, saxlaya bilməyər. Rolu da, sükanı da, bax, bu tərəfə boşluğa doğru istiqamətləndirirəm. Niyə? Arxadan hansısa bir maşın, hansısa bir nəqliyyat vasitəsi yüksək sürətlə gələndə məni vursa motosiklı qabağa vurub iki maşın arasında sıxışdırmaz. Ən azından qaçmağa yerim olsun. Yəni ki, motosikl itələsin və itələyəndə də sükan olan istiqamətə gedəcəyinə görə artıq eldə nə olacaq? Avtomatik olaraq istiqamətinə qardaş baş kontrol eləyir.
Salam aleyküm, nətəs? Ha kardeş. Sağ ol. Var olasın, minnətdaram. Ne oldu, suya doğru xarab oluyor. Sən işə girsən? Ha, nə yaxşı. Ha, burada oxusan? Ha, Allah. Görüşək inşallah, özü yaxşı bax. Sağ ol. Çox sağ olun. Yenə Formula 1 gəlir, yenə ölkəmizin bəzi yolları bağlanır. Bizə müsbət tərəfi nədir? Bizim üçün tıxac o qədər də problemli deyil. Soruşurlar ki, niyə motosiklet, niyə maşın yox? Maşının müsbət cəhətləri var təbii ki, amma maşınla gedəcəyim istənilən yerə, yəni ki, hansı ki, söhbət ailəni aparmaqdan və s. gedir. Maşınla gedə biləcəyim istədiyim yerə taksi ilə hərəkət eləyə bilirəm. Amma motosikletlə gedə biləcəyim istənilən yerə maşınla gedə bilmirəm. Niyə? Çünki birincisi motosikletdə xüsusi bir rahatlıq var, diskomfort deyil. İkincisi, motosikletdə bu var, enerji. Onu heç bir maşından əldə eləmək olmur. Bunu məsələ heç bir maşında əldə eləyə bilmirsən. Və üçüncü və əsas şeylərdən biri də nədir? Üçüncü və əsas şeylərdən biri də motosiklet tıxaca düşmür demək olar ki, amma maşın düşür. Let's go bro! Motosikletlə, bax mən demək olar ki, gün ərzində 20.000 kilometr yol getmişəm də, bu bir ildən də azdır hətta. Məsələ budur ki, nə qədər sürürsən sür, nə qədər şey eləyirsən, hər gün dejavu yaşa, eyni yolu get, spontan həyat tərzi, monoton həyat tərzi yaşa. Amma hər dəfə bunun üzərinə düşəndə yenə eyni enerji ilə gedirsən, heç başa düşmürəm. Yenə deyirsən, bu döngəni biraz da sərt kəsim, biraz da buradan belə gedim. Mən başa düşmürəm ki, bu nə xəstəlikdir. Həqiqi mənə də xəstəlikdir, bunu izah eləmək olmur. O adrenalin nətər gəlirsə adama, adrenalini ekstra başa düşə bilmirəm. Amma yenə də ona baxmayaraq Hindistanda deyil belə. Mən də başımı belə eləyim. Yəni möhtəşəm bir şey. Bu hissi anlatılmaz yaşanır kimi bir şeydir yəni. Gelin bir motosikl alın. Ya da gelin bir təlim yerinə, oturun bir motosiklin üzərində. Bir dəfə sürsünlər sizi, ya siz sürün, ya kiməsə deyin, sizi sürsün motosikletdə. Bir dəfə o hissi yaşayın. Ondan sonra deyərsiniz ki, bəsdir dana bu maşın. Bucaq qutunun içində. Bu küləyi ki hissəyir səni bədənində, küləyi, bu dəqiqə, o sərinliyi ki hissəyir səni. Elə bir qanun işləyir də, qanun işləyir və deyirsən ki, bu niyə 500 ilə getmir? Tutaq ki, o hiss yaranır insanda. Amma dediyim kimi, motosiklet ağılla işte idarə olunur, beyinlə idarə olunur, qolla, biləklə, ayaqla yox.
Ona görə ağlınızı itirməyin heç vaxt. Söhbət mototsikl neçə ilə getdiyindən yox, hansı yolda neçə ilə getməlidir onu bilməlisiniz. Burada var idi svetofor. Məncə yox idi. Burada svetofor təzə qoyublar. Hələ işləmirəm. Hə, yəqin o svetoforun xəttini çəkirdilər. Onu da burada. Hə. Deyirəm axı nəsə svetofor təzə temadır. Ha, o yol niyə bağlayıblar görəsən? Daha bir dəqiqə deyən görək. Xanım bir dənə gedin. Bağışlayın. Yine ara kəsmə eləyəcəm buradan bağ arası. Daha deyən görə yenə işə tez çatdım, özü çox tez çatdım yenə. Mən bu işə niyə tez çatıram Allah.